Sabahınız xeyir, gününüz aydın olsun. Yeni bir videoya, yeni bir vlogumuza hoş geldiniz. Burada ben soğanlı kartof kızardıram. Yumurta vuracağım üstüne belə. Dəniz istədik. İndi məktəbə gedəcəklər. Yesinlər, geçsinlər. Dənizin istəyinə bişirdim. Bu mamamın yeməyidir. Mən evdə olmayanda mamam həmişə onlara belə kartof, soğan kızardım, üstüne yumurta vurur. Ki tez yesinlər. Dedi nənəm kimi hazırla. Mən də onu edirəm. Bir tərəfdə qablarım var. Onları yuyacağım. Sonra çayım var. Çayımı içirəm. Düşüb tez həyəti yumalıyam. Həyət qumdur. Neçə gündür küləkdir. O küləkdə də yumuşamıyor valla. Amma yenə də görürəm ki qumdur. Yavaş-yavaş işlərimizi görək. Mən sizə bu çiçeğimin yeni gülünü göstermemişim hiç. Bakın. Ne güzel açıyor. Buradan da açacak inşallah. Buradan da bu da təzədir. Buradan da koyup inşallah ki açacak. Bu deyəsən açan gül değil. Çünkü başında ancak yarpaq var. Kestik. Bura neydi o? Bunları da sulamışam. Qəşəng suladım, sildim. Buraları sizi qum eləyir bilirsiniz. Buradan baxın deyirdim açdı amma yarpağı, əlavə yarpaq yoxdur. Sən demə var imiş. Baxın, birini də açacaq inşallah. Bu da burada çoxalmağa doğru gedir. Qəşəng oradan buradan belə. Baxın, bu bizə gələndən sonra belə əlvanlaşdı. Belə düşəcəm, oraları yanda o günləri göstərərəm. 2-3 gündür çəkmirəm. Açım biraz olmuşdu değil mi? Biraz da kızarsın, yumurtasını bırak. Seçim kabları yaparsın. Dur götürelim. Züleyska. Züleyska çıkıp pencereye orada oyun çıkardır. Bu çanki o kadar sevirəm, o kadar məsləhət də görürəm. Hem çayı dadlıdır, hem işlətməsi rahatdır. Belə yumurtasını da vurdum. Belə oldu.
Uşaqlar gedəndə yeyib getsinlər. Vəssalam. Yemək işi bitdi. Bir dənə tez evi toslaranıb düşüb həyət yuyaq. Kurtardım. Zalı toz soranladım. Niye toz soranladım? Hiç tertemiz idi. Təzə təmizləmişəm. Sadəcə akşam Aylin alıp eline burada simicka çırtlayıb. Onu da tökmüşdü çoxunu yerə. Birinin ağzına, beşin yerə. Ona görə üzr istəyirəm. Öskürdüm. Ona görə təzədən toz soranladım. Divanımın çox qəribə rəngi düşür, amma tünd mavidir. Burada boz düşür, sini düşür. Tünd mavidir. Bunları da yerine koyaq. Bunların aralarını da doldurmuşdu. Hem suxarik yiyib. Suxarik deyəndə balıq kraker. Hem onu tökmüşdü. Belə. Divanın üzünü təmizlədim. Qəşəng toz soranladım. Dedim bu nədir burada? Piçeni yəqin axşam yeyib. Tökülür arasındansa. Gətirim üstüne. Bura ümumən təmiz. İndi gedirik digər otaqlara.
Keçmişəm pilləkəni silməyə. Yuxarılar silindi. Pilləkən hər gün silinməsə mümkün deyil. Silə-silə düşürəm. Dəniz bəsdir. Topun səsi başıma düşdü. Belə sildim, bir də yuyum. Gəldik həyətə. Foşur yumağa. Keçək hər yeri yuyaq. Bakın görün nə boşda böyüyüblər. Buna bakın hələ. Gül açıb. Çok koyayım yerə. Buna bakın. Əməkiməcim gül açıb. Görün nə qəşəng. Bu həyət üçündür. Vedrə üçün yoxdur. Yəni yekələndəndir. Bakın burada da dəmçır atıb. Bu nədir? Köhnə yarpaqlarını götürək. Belə. Ondan burada da çıxıb baxın. Elime Deniz. Bir an ya. Nerede bura töküldü? Buranı yiyirəm. Elə bir toz, palçıq yağdı. O gün yağış yağanda. Bir cünə yumamışam. Həyəti. Suzi çıkmıştı. Biraz oynadı. Zuzka. Gel de Suzi. Gel. Gelmiyor. Şimdi fillerime de su dökeceğim. Gelir ama korkut, çok ürəklenmir. Ne? Giden her dakika hastadır. Bu işi sağaldız ki. Böyle axsın. Ben süpürüm. Süpürməyəndə elə bilirəm yaxşı yuyulmayıb. Hı. Geldim ama. Bir şey. Zıska. Bakın şurada üzümü yekəlir. Burada uşaq oynuyor. Hiç valla öz uşaqlarım yok. Her yer. Otlar kırırlar, ne bileyim ki. Ne söylüyorlar. Köpürler bura. Şu yoldaşım gelip görsün.
Yenə öldürəcək məni. Necə? Deyə. Yoldaşım görsə deyəcək, indi sağaldın deyəsən. Ay Allah, bu yenə düşüb. Niyə? Külək buna nə günə qoyur? Eləmə Dəniz, üstüm islanır. Quşların səsi çox qəşəngdir. Lap abu hava. Əla. Belə qoyduq. Bunlar da suluyor. Qəşəng çim-çim eləsinlər. Güllərim nə yaman gülə düşüb. Bu ağ rəngdə gül açıb, baxın. Buranı da silim. Bakın ne qəşəng qaçır. Suyu söndür. Oy, külək qalxdı, üşüdü. Yo, daha yerə qoyma Fidan. Çünki yer istaxda ayaqları batmasın. Təzə yumuşam. Bu da baxın gül açacaq. Sarılmışları götürək ki ona ağırlıq verməsin. Boş yerə. Belə. Bunda bu yaxşıdır. Otlarını götürək. Bitirdim. Qoymuşam ki telefonu, ora video çəkirəm. Danışmışam hər şeydən. Bir də görəm basmamışam. Bunun diblərini yenə yoldum. Çox otu çoxalmışdı. Belə pislərini götürdüm. Necə saçaq açıb baxın. Belə. Qəşəng təmizlədik oraları. Həyət yoldu. Bu qəşəng gəzdi, hava aldı. Zuzka. Zuzi. Zuzi. Zuzi xalalara bax. Qızım. Zuzi. Yerə rahatdır qızım. Çiləkdir, soyuqdur. Soyuğu sevmir ki. O qədər evdə olub ki. Bu cillərin də diblərini belə qaldırdım təzdən ki havalansın. Görək göyə hamısını etmişəm. Görək nə göstərir. Çox erkən çıxartmağım mənim güllərimi biraz belə keyfsiz etdi. Belə gedək. Evdəkilər də sınamışam. Bunlar silməyə mənası yoxdur. Yığıram çünki həyətdədirlər, yenə olacaqlar. Evə aparanda inşallah siləcəm. Belə. Ümumən tərtəmiz. Hər yerimiz. Gedə evə uşaqlar yemək yesin. Yadıma düşdü ki mən pəncərələri silməmişəm. Belə qırağını. Qəşəng sinək toz olmasın. Bunu da gətirib bura qoymuşam. Orada gördüyünüz hem çoxluq olur da, Zuzidə qoymur, dağıdır. Ona görə gətirdim bura qoydum. Su da tökmüşəm dibinə. Görə nə olur inkişaf eləsin. Amma belə pöhrə yarpaqlar çıxardıb. İnşallah ki inkişaf eləyəcək. Belə buranı da sildik. Hər gün silmək lazımdır. Hər gün silinməsə olmaz. Geldim zala. Zalda da siləm. Burada çox toz olmur. Belə.
sildik. Pərdəmizi düzəltdik. Oy, telefonu dəydim. Günlüyümüz, pərdəmiz. Belə düzəltdik. Hər yerimiz tərtəmiz, evimiz. İndi yoldaşım zəng vurdu. Dedi ki, hazırlaşın. Axşam uşaqlar məktəbdən çıxandan sonra gedək qardaşım gilə, yəni də qaynım gilə. Onlara gedəcəyik. Uşaqlar dərsdən çıxandan sonra inşallah növbəti vlogda Eltimgildən gələr. İndi ora getməyimiz, hazırlaşmağımız belə ilə inşallah qismət olsa çəkərəm. Bu videomda, bu vlogumuzu da burada yekunlaşdırım. İnşallah növbəti vlog Eltimgildən gələr. Təki sağlıq, salamatlıq olsun. Getsək inşallah, qismət olsa getsək. Axşam oradan videolarda, oradan çəkilişlər edərəm. Görüşərik növbəti videoda, vlogda. Bu vlogumuzu da burada bitirim. Çox uzun olmasın. Sağ olun. Hələlik. Görüşənədək.